Bugün sizə Azərbaycanın şimal bölgəsinin, xüsusilə Quba, Qusar tərəflərinin ləzgi mətbəxinə aid olan ləzgi pizzası şakulka, digər adı ilə aluqa hazırlayacağam. Uşaqların da çox sevəcəyi asan və ləzzətli bu pizzanın hazırlanmasına gəlin birlikdə başlayaq. Xəmir üçün 3 stəkan un, 1 çay qaşığı duz, 1 çay qaşığı quru maya, 100 ml su. Xəmiri yoğurub 30 dəqiqə dincəlməyə qoyuruq. İçilik üçün keşniş, şüyüd, kəvər, soğan və reyhan. Göyərtiləri yuyub qurulayır və doğrayırıq. Kəsmik, yumurta, duz və istiotu əlavə edib yaxşıca qarışdırırıq. Xəmiri açıb qəlibə yerləşdiririk və kənarlarını qatlayırıq. Xəmirin üzərində deşiklər açırıq ki, xəmir şişib köpməsin. 180 dərəcədə 20 dəqiqə bişiririk. Sonra sobadan çıxardıb üzərinə hazırladığımız göyərtili içliyi yayırıq və yenidən sobaya qoyuruq. 30 dəqiqə bişiririk. Budur, ləzgi pizzamız hazırdır. Hazırlayacaq hər kəsə nuş olsun.